Arzunun həyata keçməsi mənim həyatıma necə təsir göstərəcək? Nə dəyişəcək? Məsuliyyət nə deməkdir? Bu o deməkdir ki, sən arzunun həyata keçməsinin həyat tərzinə, sənin həyat tərzinə necə təsir edəcəyini əvvəlcədən qəbul edirsən. Şikayət etmədən, peşman olmadan, bilmirdin demədən. Tutalım, arzum belədir. Mən başqa ölkəyə köçmək istəyirəm. Daxili cavabların dürüst olmalıdır. Mən gedəndə valideynlərim mənim üçün darıxacaq. Onlar məni daha az görəcəklər. Mən buna görə məsuliyyəti öz üzərimə götürürəm. Mən bu seçimi edirəm və bunun nəticələrini qəbul edirəm. Digər nümunə, zəngin olmaq. Dürüst nəticələr. Köhnə dostlarımdan maraqlarım üst-üstə düşməyə bilər. Maraqlarım uyğun gəlməyə bilər. Mən bahalı otelə gedəcəm, onlar ucuzdur. Birlikdə istirahət edə bilməyəcəyik. Mən qəbul edirəm ki, köhnə dostlarımdan uzaqlaşa bilərəm. Mən yeni çevrə formalaşdıracağam. Mən buna razıyam. Mən zəngin olmaq istəyirəm. Sonuçda. Nümunə evlənmək. Mən ailə qurmaq istəyirəm. Mümkün dəyişikliklər. Anama əvvəlki kimi ev işlərində tez-tez kömək edə bilməyəcəm. Onunla hər yerə gedə bilməyəcəm. Birlikdə tətilə getmək çətinləşə bilər. Mən bunu başa düşürəm. Mən bu nəticələrə görə məsuliyyət daşıyıram. Məsuliyyəti öz üzərimə götürürəm. Çox vacib qayda. Əgər arzunun başqa insanlara necə təsir edəcəyinə dair tərəddüd varsa, hər arzunun sonunda bu ifadəni yaz. Bu arzu yer üzündə olan bütün canlıların xeyrinədir. Bu daxili müqaviməti yumşaldır.